quru əməliyyatı ilə bağlı siyasi riskləri dəyərləndirəcək və bu danışıqların gedişatı ilə əlaqədar da müzakirəmiz olacaq. Həm əlbəttə ki, İran-Oman danışıqları burada Hörmüz-Boğazı əsas rol oynayır. Bərabərində isə İran-ABŞ danışıqları da əsas gündəmimizdə olacaq. Vaxt itirmədən studiyamızın qonağını dəvət etmək istəyirik. Qonağımız isə siyasi şərhçi Rəşad Bayramovdur. Rəşad bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Rəşad bəy, bizim bir qrafik təsvirimiz var. Məhz quru əməliyyatının necə gedə biləcəyi, necə irəliyə biləcəyi ilə bağlıdır. Çünki biz artıq hərbi istiqamətdə təhlil etdik. Qərb mediası arda-arda bu məsələlərlə bağlı məlumatlar tirajlayır və maraqlı məsələ burasında ki, çox detallı şəkildə yazırlar xəbərlərdə. Biz də onları toplamışıq bir qrafik təsvirdə. Belə ki, ABŞ-nin İranın yeraltı nüvə obyektlərindəki uranı ələ keçirmə planından söhbət gedir. Əməliyyatın planlaşdırılması və mərhələlərinə baxırıq. Geniş miqyaslı qüvvələr bura cəlb olunacaq. Ərazini nəzarətə götürmək, partlayıcıları zərərsizləşdirmək, girişləri təmizləmək və təxliyə yolları yaratmaq üçün minlərlə hərbiçi, eyni zamanda qüvvələr var. Burada həmin o qüvvələrin adlarını xüsusi vurğuladıq. Hərbi dəniz qüvvələrinin xüsusi təyinatları, ordu reyinjerləri və artilleriya mütəxəssisləri tələb oluna bilər. Yəni, onlar cəlb edilə bilərlər. Digər bir başlıqda xüsusi qruplardan söhbət gedir. Yəni, bunlar hərbçilər deyirlər. Ərazi təmizləndikdən sonra kiçik xüsusi təyinatlı qrup uranın daşınması və idarə olunması ilə məşğul olacaq. Bu daha çox texniki qrup olacağı ehtimal edilir. Əsas hədəflər və çətinliklər bölməsi var. Burada nə qeyd edilir? Əsas hədəflər içərisində biz 3 nüvə obyektinin olduğunu görüyoruz. Oraq xüsusi olaraq şəkillərini toplamışıq. İsfahan, Fordo və Natanz obyektlərindən söhbət gedir. İlk olaraq İsfahanla bağlı həmin o xüsusi qeydlər oxuyaq. Obyekt əvvəlcədən möhkəmləndirilib, tunellərinə minalar və partlayıcılar yerləşdirilib. Bu da mühəndislik qruplarının işini xeyli çətinləşdirir. Burada xüsusi bir risk də var. Digər hədəflər Fordo, Natanz yaxınlığındakı Qazma dağı, yeraltı kompleksindən söhbət gedir. Mümkün hədəflər siyasındadır. Burada da bənzər təhlükəsizlik işləri aparıblar əlbəttə ki, İranlılar. Və uran ehtiyatına gəldikdə hazırda İranın nə qədər uran ehtiyatı var və Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə İran 2025-ci ildə 9 tondan çox saflaşdırılmış uran ehtiyatına sahib olub və bunun bir hissəsi İsfahandakı dərin tunellərdə saxlanılır. Ona görə də düşünülür ki, ən birinci hədəf İsfahan olacaq və risklərə gəldikdə əsas risklər böyük canlı qüvvə itkisi ehtimalı və qoşunların təhlükəsiz geri çəkilməsinin çətinliyidir. Fikirlərinizi almaq istəyirəm. Detallı şəkildə yazmışıq bu CNN-ə əsasən verdiyimiz qrafikada. İlk olaraq nə düşünürsünüz baxdığınızda? Yəni, bu, belə deyək, psixoloji təsir vasitəsidir. Yəni, bu yönləri bu şəkildə İranın daxilində quru əməliyyatları həyata keçirtmək indiki şərtlər daxilində demək olar ki, mümkünsüzdür. Yəni, təsəvvür eləyin, orada hansısa bir xüsusi qrup işləyəcəksə, saflaşdırılmış uranın çıxarılması istiqamətində hansısa fəaliyyəti həyata keçirdəcəksə, bu 3 dəqiqə, 5 dəqiqənin əməliyyatı deyil. Bu, uzun sürən bir texniki işi özündə ehtiva eləyir və bunun üçün də ətrafda və ümumiyyətlə İran ərazisində bir dənə də olsun raket və yaxud da dron qalmamalıdır ki, sən orada rahat şəkildə prosesi həyata keçirəsən. Nə qədər quru qoşunu yığırsan, yığ həmin əraziyə və İranın quru qoşunlarının həmin istiqamətdə irəliləməsinin də qarşısını nə qədər kəsirsən, kəs. Yəni, sən havadan hücumları necə orada neytrallaşdırasın. Sən ora o texnikanı necə çəkib aparasın ki, hava hücumundan müdafiə sistemlərini orada qura biləsən. Yəni, bu təbii ki, belə deyək, fərziyyədir. Quru əməliyyatlarının başlaya biləcəyi halda nələrin ola biləcəyinə dair fərziyyələrdir. Bugünkü, yəni deyirəm, şərtlər daxilində quru əməliyyatı ümumiyyətlə mümkün deyil, amma həm də bu o demək deyil ki, heç bir halda quru əməliyyatı keçirilməyəcək. Təbii ki, şərtlər dəyişəcəyi halda Amerika Birləşmiş Ştatları tək yox, burada artıq digər müttəfiqlərin də prosesə qoşula biləcəyi halda, əvvəldən planlaşdırıldığı kimi İraq istiqamətindən hansısa hərəkətlənmə olacağı halda, Körfəz ölkələrinin prosesə töhfə verməyə razı olacaqları halda və daxildə etirazçı qüvvələrin ayağa qalxacağı halda hansısa formada quru əməliyyatları keçirilə bilər. Amma indi bunların heç biri yoxdur deyənə, bu haqda danışmaq da ümumiyyətlə çox tezdir. Birincisi, hal-hazırda biz bilirik ki, İran ətrafında Amerika Birləşmiş Ştatlarının 50 minə yaxın belə deyək, əskər və zabit heyəti var. Onların da bir qismi ümumiyyətlə quru əməliyyatlarına həyata keçidən qruplar deyirlər. Bundan sonra lap 50 mində əlavə qüvvənin gəlməyi də baş versə belə, yenə də 100 min nəfərlə quru əməliyyatlarını keçirmək çox çətindir.
baxın biz 12 günlük müharibə olsun, ondan sonra 40 günlük müharibə olsun, ondan sonra 2 həftəyə yaxın yenidən Amerika Birləşmiş Ştatlarının belə deyək bombardımanına baxanda ümumi mənzərəyə görürük ki, böyük qismdə zərər çəkən belə deyək dəniz qüvvələridir, hava hücumundan müdafiə sistemləridir, amma quru qoşunları böyük ölçüdə prosesə qoşulmayıblar deyənə, onlar da böyük ölçüdə zərər görməyiblər proseslərdən. Yəni, quru qoşunları kifayət qədər bu günləri döyüş əməliyyatlarını apara biləcək gücdədir. İran daxilindəki quru qoşunlarından söhbət gedir. Bunun üzərinə də gələk, xarici təcavüz nəticəsində ölkəyə hansısa xaricdən olan hücum nəticəsində daxildə insanların belə deyək, müdafiəyə qoşulma ehtimalını, ona görə də indiki mərhələdə yenə deyirəm, bu çox çətindir. Quru qoşunları ancaq quru əməliyyatları ümumiyyətlə ancaq o şərtlər daxilində keçirilə bilər ki, İran daxilində qruplar arasında, etnik qruplar arasında, xalqlar arasında, hakimiyyət uğrunda mübarizədə bir qarşıdurma yaransın. Məsələn, Sepahla İran mərkəzləşdirilmiş ordusu arasında bir qarşıdurma olsun və yaxud da kənar qüvvələrin müdaxiləsi, PKK kimi, digərləri kimi prosesə müdaxiləsi olsun. O fonda hansısa hərəkətlik, belə deyək, baş verə bilər. Amma indiki şərtlər daxilində bu ümumiyyətlə inandırıcı görünmür. Müttəfiqlərin yardımına toxundunuz. Biz Böyük Britaniyanın yeni baş nazirinin açıqlamasını ekrana gətirdik. Maraqlı bir yanaşması vardı. Biz bilirik, bundan öncə Avropalı NATO müttəfiqləri ilə bağlı Trump o qədər də razı deyil. Onların İran münaqişəsində göstərdiyi münasibətlə əlaqəli dəfələrlə hədəf alınıblar. İspaniya və İtaliya ilə bağlı məqamları vurğuladıq. İndi yeni baş nazirin belə bir açıqlama verməsi bir qədər də sual doğurur. Nə düşünürsünüz Britaniya və ABŞ münasibətləri ilə bağlı? Necə irəliləyəcək yeni dövrdə? Doğrudan da, yəni ilkin mərhələdə biz Trumpın dəfələrlə müraciətinə baxmayaraq Avropa İttifaqı ölkələrinin, Avropa İttifaqında NATO üzvü olan ölkələrin bu və ya digər şəkildə prosesə qoşulmaqdan imtina etməsinə şahidlik etdik. Amma 8 avqust ayın son deməli Ankara samiti. Son Ankara samitində ümumi biz sənədin altında bütün ölkələrin yekdil imzasına şahidlik etdik. Orada İranla da bağlı vahid mövqe var idi, Rusiya ilə də bağlı vahid mövqe var idi və Çinlə də bağlı vahid mövqe var idi. Yəni başqa sözlə dünənə qədər belə deyək, Rusiya istiqamətində Avropa İttifaqından fərqli düşünən Trump belə bu və ya digər şəkildə indi Rusiyaya qarşı vahid cəbhənin və yaxud da Ukraynanın dəstəklənməsinin vacibliyinin, 90 milyard dollar pul ayrılması və s. məsələlərlə bağlı prosesə hədd edir. Ola bilərmi elə bu İrandakı əsas hədəflərinə nail olana qədər situativ bir dəyişmədir Trumpdan? Ola bilər, hər şey ola bilər. Amma yenə deyirəm, indiki mərhələdə Trump üçün vacib olan digər NATO ölkələrinin, xüsusən də Avropa İttifaqındakı NATO ölkələrinin də prosesə hansısa formada töhfə verməsi idi. Və töhfə də prinsip etibarilə elan olundu. Yəni Fransanın, Almaniyanın, Böyük Britaniyanın öz gəmilərini minaların təmizlənməsi üçün olsa belə, bu hərbi gəmilərdir də, bunların Hörmüz boğazı istiqamətində hərəkət etməyə hazır olduğuna dair bəyanatları biz eşitdik. Bu və ya digər şəkildə indi Böyük Britaniya baş nazirinin, yeni baş nazirin bəyanatı da əslinə baxanda belə böyük ölçüdə bundan qabaqki verilən vədlərdən fərqli bir şey deyil. O, bu məsələdə bizim Amerika Birləşmiş Ştatları ilə fərqli fikrimiz və yaxud da fikir ayrılığımız var demir. Əgər olacaqsa bunu açıq şəkildə bəyan eləməkdən çəkinməyəcəyik deyir. Çünki biz bilirik ki, bundan qabaqki baş nazir dövründə Böyük Britaniya daxilində xüsusən də müxalifətin konkret iddiaları var idi və onlar Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarının vassalı qismində çıxış etdiyinə dair bəyanatlarla çıxış edirdilər. Niyə Diego Garcia adası açılır Amerika Birləşmiş Ştatlarının hərbiçiləri üçün? Niyə İran ərazisində əməliyyatlar keçirilmək üçün həmin bazadan istifadə hüququ verildi və s. kimi bəyanatlarla çıxış edirdilər deyənə, indi daxili auditoriya üçün yeni baş nazir bu cür bəyanatlar verir. Amma mən düşünmürəm ki, sabahları Amerika Birləşmiş Ştatları Böyük Britaniyanın nəzarətində olan hansısa hərbi bazalardan təyyarələrin uçması və yaxud da raketlərin İran istiqamətinə buraxılması ilə bağlı belə deyək, müraciət edəcəyi halda onlar yox deyəcəklər. Bunu düşünmürəm. Birincisi, hakimiyyət dəyişikliyi baş verməyib faktiki olaraq. Yəni, eyni partiyadır hakimiyyətdə, eyni qüvvələr də hakimiyyətdə. Sadəcə fərdlər dəyişibdir
Və bu qərarlar da indiyə qədər keçmiş baş nazirin vaxtında qəbul olunan qərarlar da hökumətin bir yerdə müzakirəsi nəticəsində Böyük Britaniya parlamentindən çıxan qərarlar müqabilində atılıbdır o addımlar. Və indi də dəyişən bir şey yoxdur. O baxımdan düşünürəm ki, indiki baş nazir bunu sadəcə daxili auditoriyada biz Amerika Birləşmiş Ştatlarının vassalı deyilik, lazım olacağı halda bizim ölkənin maraqlarına ziyan ola biləcəyi halda biz ona yox deməyi bacaracağıq mesajını verir. Amma yenə deyirəm, bu günə onsuz da Amerika Birləşmiş Ştatlarının özünün də belə deyək, geniş miqyaslı əməliyyatlar kimi bir planı yoxdur. Bunun üçün birincisi böyük hazırlıq tələb olunur. İkincisi, həqiqətən də bu fasilə, indi Trumpın elan etdiyi fasilə, o böyük əməliyyatlar üçün bir hazırlıqdırsa, bu o deməkdir ki, bir qədər dövr lazımdır. Çünki baxın, düzdür, biz o deyilir ki, ay silah-sursat qutardı və s. və ilaxır ona görə. Söhbət silah-sursatın qutarmasından getmir. Amerika Birləşmiş Ştatları da kifayət qədər silah da var, texnika da var və s. da var. Sadəcə Amerika Birləşmiş Ştatları bütün bu silahları birbaşa indi İranla müharibəyə cəlb edib, uzun müddətli müharibədə, perspektivini də bilmədiyi müharibədə cəlb eləyib, sonra belə deyək, sursatsız qalmaq istəmir deyənə böyük ölçüdə bunların hazırlıq prosesi var. Məhz bunun da addımları indi atılmayıb. Bu əməliyyatlar, aktiv əməliyyatlar, yəni 12-13 gün bundan əvvəl başlayan əməliyyatlardan da bir neçə gün öncə Amerika Birləşmiş Ştatları tarixində ilk dəfə olaraq belə deyək, ABŞ-ın iki aparıcı avtomobil sənayesinə, General Motors və Ford-a Tomahawk raketləri və Patriot sistemləri üçün raketlərin hazırlanması ilə bağlı, istehsalı ilə bağlı lisenziya verildi. Bu nə deməkdir? Bu o deməkdir ki, həqiqətən də çox tələbat var. Çünki digər NATO ölkələri də Amerika Birləşmiş Ştatlarından alırlar silahı, texnikanı. Ukrayna müharibəsinə böyük ölçüdə bunlar, belə deyək, təmin olunur. O baxımdan təbii ki, tələbat çoxdur və Amerika Birləşmiş Ştatlarının özü üçün də müəyyən bir, belə deyək, hazırlıq dövrü tələb olunur. İkinci bir tərəfdən, görünən ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları həqiqətən də prosesin danışıqlar yolu ilə həllində maraqlıdır. Amma, belə deyək, özünün şərtlərinin qəbul olunması fonunda. Danışıqlarla bağlı Al-Hadasın bir açıqlamasını, iddiasını təqdim etdik sizinlə müzakirəmizdən öncə. Orada xüsusi bir maraqlı məqam var ki, Tehran ilk mərhələdə Hörmüz boğazı ətrafında vəziyyəti müzakirəsini, sonra isə digər məsələləri danışmaq istəyir. Bu əslində indiyə qədər də İranın əslində elə vacib olan da oydu. Bəli, amma artıq Omanla öz aralarında danışırlar Hörmüz məsələsində. Omanla öz aralarında biz bilirik, anlaşma memorandumu imzalananda 5-ci bənd Hörmüzlə bağlı məsələnin özündə etibar eləyir və həmin bəndin sonuncu cümləsində Omanla birgə müzakirələrin aparılmasına dair xüsusi bir qeyd var. Və ondan sonra Qalibov dərhal anlaşma memorandumundan sonra Omana bir səyahət etdi, orada görüşlər keçirtdi və birgə bir bəyanat da qəbul olundu əslində. Birgə bəyanat da qəbul olunmuşdu. Sadəcə Amerika Birləşmiş Ştatları o şəkildə qəbul olunan razılaşmanı məqbul hesab etmədi. Və indi də biz Omanla İran arasında bu məsələdə razılaşma deyəndə nəzərə almalıyıq ki, İranla Amerika Birləşmiş Ştatları arasında razılaşma. Yəni Oman burada böyük ölçüdə heç nəyi həll eləmir. O sadəcə olaraq Amerika Birləşmiş Ştatlarının ortaya qoyduğu tələblərin belə deyək, səsləndirilməsinə məhsuldur, faktiki olaraq demək olar ki. Burada prinsip etibarilə Hörmüzlə bağlı məsələ indi öz həllini tapsa, yəni böyük ölçüdə problem Hörmüzdən qaynaqlanır. Bu dəqiqə başlayan problem, hansılar ki, gəmilərin hərəkətini İran qarşısına alır və Amerika Birləşmiş Ştatları buna cavab zərbələri endirir. Əgər Hörmüzlə bağlı məsələ böyük ölçüdə öz həllini tapsa, bəli, ondan sonra digər məsələlər onsuz da razılaşdırılmışdı da. Yəni, aktivlərin qaytarılması hissə-hissədə olsa razılaşdırılmışdı, sanksiyaların yumşaldılması razılaşdırılmışdı. Ondan sonra digər orada məsələlər var idi. 300 milyard dolları fondun yaradılıb, İrana investisiyaların qoyuluşu və s. ilə bağlı məsələlər onsuz da razılaşdırılmışdı. Sadəcə anlaşma memorandumuydu bu. Bunların hamısının yekun sülh sazişində öz əksini tapması lazım idi. Onun üçün də 60 günlük bir dövr elan olunmuşdu ki, həmin dövr ərzində həm Hörmüzlə bağlı məsələ öz həllini tapsın, yəni Oman və digər körfəz ölkələri ilə vahid bir mövqe ortaya qoyulmuş olsun, həm də nüvə proqramı üzərində
danışıqlar həyata keçirilsin. Bu günləri də Hörmüz istiqamətində məsələ öz həllini tapacaqsa, uzun müddətli bir fasilə verib o nüvə danışıqlarına başlamaq olar. Amma Rəşad bəy, 1-2 dəqiqəmiz var. İstəyirəm ki, bundan danışaq. İran deyir ki, biz danışıqları davam etdirmək istəyirik. Yəni biz çıxmamışıq bu danışıqlardan. Amerika Birləşmiş Ştatları özü də ilk olaraq açıqladısa biz əməliyyatları dayandırırıq. İran da müsbət cavab verdi. İndi bir danışıqlar gözlənilə bilərmi? Çünki həmçinin də bu bir fasilədir. Yeni əməliyyatlar üçün hazırlıqdır deyilən istiqamətdə var. Bu sanki bir daha çox reallığa yaxınmış kimi gəlir indi. Amma danışıqların, dialoqun davam etdirilməsi nə qədər real görünür? Əslində mən deyərdim ki, 13 günlük bombardımanda da danışıqlar davam eləyibdir. Üçüncü ölkələr vasitəsilə dayanmayıb ümumiyyətlə danışıqlar. Türkiyə prosesdə iştirak eləyib, Misir prosesdə iştirak eləyir, Pakistan Sözsüz, amma ciddi görüşlərin, ciddi təmasların olması məsələsinə gəlir. Ciddi təmaslar belədir də, əgər biz o 40 günlük müharibə dövründə belə Ərəqçinin, Vitkovun onun telefonundan mesaj yazdığını, bunun onun cavab verdiyini və s. deyirdisə, deməli ki, bu təmaslar bu və ya digər şəkildə var. Ortada, bilirsiniz, danışıqlar aparıla bilər. 2 tərəfli, 3 tərəfli, 3-cü ölkələr vasitəsilə. Yenə deyirəm, burada əsas məsələ başqa şeydir. Əsas məsələ odur ki, bu günləri hər iki tərəfdə müharibənin davam etdirməsini istəyənlər var. Bu günləri Sepah bir tərəfdən, İsrail digər tərəfdən müharibənin davam etdirilməsində maraqlıdırlar. Hər nə qədər vahid plan ətrafında prosesdə iştirak eləməsələr də Sepahın bugünkü davranışları birbaşa İsrailin maraqlarına xidmət eləyir və nə qədər ki, bu proses belə də davam eləyir, nə qədər ki, İran daxilində seçkili qurumlar, siyasi hakimiyyət Sepahı cilovlaya bilməyib, nə qədər ki, Amerika Birləşmiş Ştatları İsraili o birinci bəndə əməl etməsi üçün Livan istiqamətində və digər istiqamətlərdə hücumlardan dayandıra bilmir, danışıqların heç bir mənası olmayacaq. Aydın, çox sağ olun Rəşad bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərinizə görə. Çox sağ olun. Dəyərli izləyicilər, Yaxın Şərqlə bağlı